Salam əziz yoldaşlar, hər vaxtınız xeyir olsun. Bugün sizə 2 Avqust BB informatika qəbul suallarının izahını verəcəm. Deməli, birinci sualda nə istəyir bizdən? Lokal və qlobal şəbəkələr arasındakı fərq nədir? Bu şəbəkələr bölməsinə aid olan bir sualdır. Biz bilirik ki, lokal şəbəkələr müəyyən bir bina müəssisə daxilində olan, belə deyim, şəbəkədir. Qlobal şəbəkə isə bir-birindən uzaq məsafədə olan kompüterlər bir-biri ilə əlaqələndirmək üçün istifadə olunan şəbəkədir. A bəndində qeyd edir ki, lokal şəbəkə bir-birinə yaxın məsafədə yerləşən kompüterləri, qlobal isə məkan cəhətdən uzaq məsafədə olan kompüterləri birləşdirir. Digər variantlara da baxaq. Lokal şəbəkələr özəl şirkətlərdə, qlobal şəbəkə isə dövlət və beynəlxalq təşkilatlarında da istifadə olunur. Yəni, çox dəxilsiz bir variantdır. Lokal şəbəkə dövlət, özəl şirkətlər, müəyyən bina, müəssisə daxilində istifadə olunandır. Ona görə getdi. Adətən qlobal şəbəkələr dövlət təşkilatlarına çox təsir olunur, amma daha çox lokal şəbəkədən, belə deyim, istifadə olunur. Ona görə variant səhvdir. Lokal şəbəkə yalnız serverləri, qlobal şəbəkə isə fərdi kompüterləri birləşdirir. İfadə tamamilə səhvdir. Lokal şəbəkədə aşağı sürətli, qlobal şəbəkə isə yüksək sürətli rabitə kanalları ilə istifadə olunur. Tərs mütənasib olmalı deyirlər. Lokal şəbəkə fərdi kompüterləri və serverləri birləşdirir, qlobal şəbəkə isə super kompüterləri birləşdirir. Səhvdir. Ona görə doğru cavab olacaq A bəndi. 57-ci suala, yəni ikinci suala baxaq. Bu da proqram təminatı bölməsinə aid olan bir sualdır. Tətbiqi proqram paketlərinə aid olmayanları deyir seçin. Problem yönlü proqramlar. Bunlar bilirsiniz necə proqramdır uşaqlar? Adətən xəstəxana mühitində, bank mühitində, mühasibatlıq sahəsində istifadə olunan proqramlardır. Bu isə insanlar üçün yaradılıbdır. Ona görə bir getdi. Bunlar tətbiqi proqramdır. Diqqətli olaq, testlərdə olmayanları istəyir. Antivirus təbii ki, İnsan məqsədli deyil, qurğunu sağaldır. Ona görə ikincini götürdük. Universal proqramlar nədir? Hər kəsin istifadə etdiyi proqram universal proqramlardır. Bu tətbiqi proqramlara aiddir. Ona görə bunlar getdi. Cavablarla da paraleldə uşaqlar işləməlisiniz. 1 götürməyəcəksiniz, 3-ü götürməyəcəksiniz. Ona görə cavabı ilə çıxartdıq. 2, 5, 6, 8 hər ehtimala baxaq. Baza proqramları təbii ki, sistem məqsədlidir. Proqramlaşma vasitələri instrumentaldır, bəli, bu da. Həmçinin 8 translyator, bu da instrumental bölməsinə aid olan bir termindir. Ona görə cavab olub belə C variantı. 58. Verilmiş siyahıdan əməliyyat sistemlərinin adlarını seçin. Deməli, uşaqlar, burada əsas nəyə fikir verəcəksiniz? PowerShell-dən bəhs edilibdir. PowerShell bilirsiniz nədir? Adətən çox istifadə olunmayan tiplərdəndir. Amma yenə deyək, Microsoft şirkəti tərəfindən hazırlanmış Windows sisteminin idarə edilməsi və tapşırıqlarının avtomatlaşdırılması üçün istifadə olunan bir tətbiqdir. Yəni, əməliyyat sistemi deyil. Ona görə bir getdi. Eyni zamanda paraleldə cavabları da ataq. Bir getdi. Bir getdi, bir getdi. Sonra baxırıq nəyə? Unix. Unix təbii ki, əməliyyat sistemi kimi istifadə olunur. Deməli, cavab 2 ilə gəlməlidir. Bura baxacaq. Sonra baxırıq nəyə? 3. 3 təbii ki, Windows məşhur əməliyyat sistemlərindən biridir. 3-ü də götürəcəksiniz. 2, 3. NetBeans bunu atırıq biz. Windows Commander örtük kimi istifadə olunur. Onu atırıq. Macintosh əməliyyat sistemidir. Bunu da götürürük. Norton Commander örtükdür. Bu da gedir. Ubuntu əməliyyat sistemidir. Bunu da götürdük. Ona görə cavab oldu bizə 2, 3, 6 və 8. Yəni B variantı. 59. Uyğunluğu müəyyən edin. Əməliyyat örtükləri, şəbəkə əməliyyat sistemləri, antiviruslar. Gəlin bunları bir dənə təhlil edək. Netspace navigator brauzerdir. MySQL Service VBS'dir. Solaris əməliyyat, yəni şəbəkə əməliyyat sistemidir. Novel Netwear şəbəkə əməliyyat sistemidir. Symbian istifadə olunur bizdə əməliyyat sistemi kimi. Windows Commander istifadə olunur örtük kimi. Agent də istifadə olunur antivirus kimi. İndi uyğunluğu müəyyən etsək, əməliyyat örtükləri dedikdə olacaq bir F, deməli, bunlar atıldı. Sonra şəbəkə əməliyyat sistemi dedikdə 2 olacaq bizdə C və D. 2C'dir, zaten cavab çıxdı. Antivirusla dedikdə olacaq ADINF. 3 olacaq nə? G variantı. Çalışın variantlarla işləyin. İmtahanda vaxt sizin əleyhinizə gedir. 60-cı Microsoft Word 2019-a aiddir. Başlıq sətrində yerləşməyənləri seçin. Bunun üçün bir dənə Word-ü təhlil etsək, yoldaşlar. Sənədin adı başlıq hissədə yerləşir. Quick Access Toolbar, sürətli müraciət paneli bu hissədə yerləşir. İstifadəçi qeydiyyatı, hansı ki bu ribbonun tam görünməsi, qruplarla görünməsi və gizlədilməsini göstərir. Bu da pəncərəni idarə etmə düymələridir.
İndi cavablara istinadə baxsaq, cəhd müraciət panelini biz gördük. Bizdən olmayanlar istəyir. Ona görə birinci getdi. Zaten cevaplar da azdı. İstifadəçi hesabı və profili. Biz bunu gördük. Ona görə 6 da getdi. Sonra baxırıq nəyə? Lent ekran seçimləri, təbii ki, ribbonun görünməsi və gizlədilməsi. Ona görə 2 də bizdə getdi. Sizə yaxın olan ifadələrdən gedirəm ki, çaşmayasınız. Oldu bizdə nə? Cavab çıxdı 4 və 5. Bu belə deyək, əmrləri görmədiyimizə görə ki, o zaten başlıq sətrində yerləşmədiyinə görə cavab oldu A variantı. 61. İnformasiya təhlükəsizliyi bölməsinə aid olan bir sualdır. WannaCry ransomware virusu deyir, necə yayılmışdır? Adətən, belə deyim, əvvəlki imtahanlarda soruşurdu ki, bu hansı bölməyə aiddir və necə yayılır? Bu dəfə isə bunun tarixçəsinə gedilib çıxılıbdır. Bu isə SMB protokolunda aşkarlanmış boşluqdan istifadə edilmə yolu ilə götürülür ki, dövlət qulluqçusuna bunun tarixçəsi niyə lazımdır, onu da bilmirik. 62. Şəkildə verilmiş lent qrupu deyir hansı taba aiddir? Bu PowerPoint-a aiddir uşaqlar, hansı ki əlavə görünüş rejimlərində istifadə olunur. Master View, View-da ki hər zaman qeyd edirəm, görünüş qeyd edilirsə bu View-nun içərisində olur. Zaten Home-da yoxdur. Insert-də əlavə et yoxdur. Dizayn zaten dizayn dəyişir. Review-də icmalları göstərir. Ona görə cavab oldu A bəndi. 63-cü Excel aid olan rahat bir məsələ tiplərindən biridir. Bu, həm riyazi bacarığı yoxlayır uşaqlar, həm də elektron cədvəldə olan hesablama qabiliyyətini. Sadəcə diqqətli olmalısınız. Çətin bir şey yoxdur. Zaten uşaqlar belə böyük, iri formatda görəndə qorxurlar. Yəni, rahat bir misaldır. Deməli, A adlı qurumda uşaqlar fiziki şəxslərin muzlu işdən aylıq gəlirlərindən vergisi aşağıdakı cədvəldə əsasən hesablanılıbdır. Gəlin görək necədir. Uşaqlar, burada fikir verməliyik nəyə? 2500 gəlir vergisi 2500 manat və ondan aşağı olduqda bu üsulla 2500 manatdan yuxarı olduqda isə bu üsulla getməlisiniz. Deməli, biz cavablara baxdıqda, burada sadəcə diqqətli olmalısınız rəqəmlərə. 2500 manat və ondan aşağı olduqda, deməli 2500 manatın özünü də almalıdır. Və ondan aşağı 2500 manatdan yuxarı. Aşağı yuxarı deyirsə uşaqlar, deməli 2 yol var. Bu nədir? Şərtdir. Şərt funksiyası nədir? If-dir. 2500 manatdan aşağı deyirsə, deməli biz böyükləri çıxmalıyıq şərtən. Bu getdi, bu getdi. Elə. İndi baxırıq bura. Deyir ki, D2 kiçik bərabərdir 2500. Yəni kiçikdir bərabərdir. Özünü də alır və ondan kiçikləri də alır. Okey. D2-dən çıxır 200-ü. Yəni əmək haqqından çıxır 200-ü. Razıyıq. Və bunun 14%-ni, 0-dan %14-ünü hesablayır. Doğrudur. Digərində isə uşaqlar 350-nin üzərinə gəlir. Əmək haqqısı, yəni D2 xanasının 25%-ni hesablayır. Bu düzdür. Digər variantlara da yenə baxaq. D2 kiçik bərabərdir 2500, sonra D2 çıxılsın 300-ü birbaşa 0-dan %14-ə vurur. Bu belə olmamalıdır. D2-dən çıxmalı, yəni əmək haqqından çıxmalı 200-ü, vurmalı 0-dan %14-ə. Getdi. Y bəndində isə uşaqlar, burada nə yazıbdır? 25 yazıbdır. Yəni 0-dan %25-ə vurulmalıdır. Faizi düzgün yazmayıbdır. Ona görə bu da ona görə səhvdir. Cavab oldu C variantı. Gördüyünüz kimi diqqət tələb edən asan bir misal tipidir. Faizi bilən adamlar bunu zaten rahat şəkildə hesablayar. 64-cü suala baxırıq. Bu da rahat sual tiplərindən biridir. Amma BB kateqoriyasına bu qədər, belə deyim də, bunu salmaqları nə dərəcə düzgündür. Düzdür, biz burada çevirmə vahidlərindən istifadə etmirik. Amma yenə də ilk dəfə baxanda uşaqlar üçün narahat bir tip məsələyə bənzəyir. Şəbəkələr bölməsində keçilir. Qeyd edir ki, 1200 megabit məlumatın 40%-i 5 megabit saniyə, qalan hissəsi isə 15 megabit saniyə sürətlə ötürülərsə, ötürülməyə sərf olunan zaman deyil müəyyən edin. Gəlin əvvəlcə 1200-ün 40%-ni hesablayaq. Qeyd edirik. 1200-ü vururuq nəyə? %40-a getdi. Bu elədir neçə? 480. 480-i biz nə ilə göndəririk uşaqlar? 5 megabit saniyə ilə. Qalan hissə necə tapacaq? Ümumidən 1200-dən çıxacaq nəyə? 480-ə. Bu da eləyəcək necə? 720. Elə 720-ni necə göndərir? 15 megabit saniyəyə. Aha, deməli uşaqlar, bu məsələdə biz həcm görürük, sürət görürük, zaman görürük. Yəni S bərabərdir VT teması var elə. Bizdən şərtdə zamanını istəyir. Yəni T nəyə bərabərdir? S bölünsün V-yə. Elə. Gəlin buradan hesablayaq. Bura A bəndi yazsın, bura B bəndi yazsın, rahat olsun. İndi uşaqlar, biz burada həcmi görürük, sürəti görürük, zamanı görmürük. Burada yazacaq T nəyə bərabərdir?
S bölünsün V-yə. Yəni 480 bölünsün nəyə? 5-ə. Bunun cavabı eləyəcək bizdə neçə? 96 saniyə. Bu bizim T1-imizdir. Burada isə uşaqlar hesabladıqda necə eləyəcəyik? S bərabərdir VT, T bərabərdir S bölünsün V, yəni 720 bölünsün nəyə? 15-ə. 720-ni də 15-ə böldükdə eləyəcək neçə? 48. Bu da T2-imizdir. Deməli uşaqlar 96 birində aldıq. 48 birində aldıq. Ümumi sərf olunan zaman nə qədərdir? 144. Cavab olacaq nə? Y bəndi. 65 dəfələrlə dərs prosesində qeyd edirik ki, diqqətli olun, belə uyğunluqlar gəlib düşür. Yəni tez-tez gəlib düşür. Deməli uşaqlar burada elektron cədvəlin funksiyalarını veribdir. Right-də, power-da, true-dur. Right mətin funksiyası, power riyazi funksiya, true isə logical, yəni məntiqi funksiyadır. Power daha doğrusu riyazi. Deməli, burada da uyğunluğu təyin etsək, 1 mətin funksiyası olacaq Y, 2 riyazi funksiyadır, olacaq B, 3 də olacaq bizdə true məntiqi funksiya, logical, olacaq D. 1Y, 2B, 3D. Oldu nə? A variantı. Aha. 66-cı sualda bizdə yenə nə istəyir? Excel yazsa da uşaqlar bu bütün proqramlara aid olan bir sualdır. Gəlin rahat üsuluna baxaq. Hansı haldaxanaya verilənlərin və ya düsturların daxil edilməsi prosesində imtina üsullar düzgün verilməmişdir? Təkrar sual tiplərindən biridir. Deməli uşaqlar bizdə bir var ando, bir də var redo. Ando sonuncu əməliyyatı ləğv edəndir, redo isə onu bərpa edəndir. Elə bizdə də şərtdə qeyd edir ki, imtina üsulları düzgün verilməmişdir. Deməli, ando ləğv edəndirsə, redo bərpa edəndir də. Yəni bu götürülməli sollardan biridir. Escape çıxışdır, görünüş rejimlərindən adətən istifadə edirik. Enter-də aydın məsələ düstur sətrini ekrana gətirmək üçün istifadə olunur. Ona görə düzgün cavab olacaq nə? Y variantı, yəni 1 və 4. 67, bunu zaten izah eləmişdik Instagram səhifəmizdə. Yenə də bir dənə baxaq. Mətn fraqmentində bütün hərflərin böyük hərflə yazılması üçün aşağıdakılardan hansının köməyi ilə bunu etmək mümkündür? Qeyd edir uşaqlar, mətni seçib font dialoq pəncərəsində all caps əmrinin icra edilməsi. Daha ətraflı izah üçün Instagram səhifəmizə baxa bilərsiniz. Yəni bu üsul düzdür. Mətni seçib deyir, shift düyməsinin müvafiq sayda sıxılması belə bir funksiya yoxdur. Shift F3 change case dialoq pəncərəsini açır, o vasitə ilə edə bilərik. Mətni seçib home font change case uppercase əmri təbii ki, hamısını böyük yazanda edə bilərik. Bir də mətni daxil etməzdən qabaq caps lock-u vursaq, təbii ki, bütün mətn böyük yazıla bilər. Shift-ə aid bir şey deyə bilərəm ki, uşaqlar bizdə caps lock düyməsi əgər sönülüdürsə, shift düyməsini biz basılı vəziyyətdə saxlayaraq mətnləri böyük yaza bilərik. Amma burada qeyd edilir ki, mətni seçib shift düyməsini vurmaq belə bir üsul olmadığına görə cavab olacaq B variantı. Bu da asan suallardan biridir. Cədvəldə uşaqlar qeyd edir ki, Orxan sözü hal-hazırda 1, 2, 3, 3-cü sütunda yazılıbdır. Və bizə qeyd edir ki, biz əgər soldan bir sütun deyir, əlavə etsək, Orxan deyir, neçənci sütuna sürüşmüş olacaq? Onda yeni sütundan başlayırsınız da saymağa. 1, 2, 3, 4, 4-cü, yəni C variantı. Rahat bir sualdır. Düşünürəm ki, praktikası olan insan üçün rahat yaza bilər. 69. Uyğunluğu müəyyən edin. Faylın sürəti, mətn faylları və verilənlər bazası. Text mətn faylıdır. Hətta gəlin variant yazaq. Bura yazaq 2. Dat verilənlər bazası kimi istifadə olunur. Bura yazılacaq 3. Bak faylın sürəti kimi istifadə olunur. Bura olacaq 1. ACCTB verilənlər bazası kimi istifadə olunur. Bu olacaq 3. Doc da mətn faylı kimi istifadə olunur. Bu da olacaq bizdə nə? 2. Uyğunluğu müəyyən etsək, faylın sürəti bak 1C, sonra mətn faylları olacaq 2A, Y, verilənlər bazası deyirsə olacaq 3B, D. Yəni oldu nə? C variantı. 70. 70 də çox asan deməyim də uşaqlar. Adətən belə böyük tipli, belə deyim, testlər cavabı öz içərisində göstərir. Və bunu xüsusi əzbərləməyə ehtiyac da mən duymuram heç zaman. Yəni situasiyası, məntiqi, qanunu yaxşı olan insan bunu tuta biləcək.
Amma təbii ki, biz PDF-lərin içərisində bunu göstəririk uşaqlara. Aşağıdakılardan hansı informasiyalaşdırma, informasiyanın mühafizəsi haqqında Azərbaycan Respublikasının qanununa əsasən kritik informasiya infrastruktur anlayışına uyğun olanı seçməyimizi istəyir? A bəndə qeyd edir ki, dövlət təhlükəsizliyi, müdafiə, səhiyyə, maliyyə bazarı, energetika, nəqliyyat, informasiya texnologiyaları, telekommunikasiya, su təchizatı və ya ekologiya sahəsində fəaliyyəti təmin edən və funksionallığın pozulması, dövlətin, cəmiyyətin və vətəndaşların maraqlarına mühüm zərər vura bilən informasiya sistemlərinin avtomatlaşdırılmış idarəetmə sistemlərin və informasiya kommunikasiya şəbəkələrinin məcmusudur. Uşaqlar, gördüyünüz kimi burada ancaq dövlətə aid olan məlumatlar var, kritik informasiyalar var. Dövlətin həyati damarları nədir uşaqlar? Energetika, maliyyə, səhiyyə, nəqliyyat, su təchizatı, ekologiya elə. Əgər bu sahələrdən biri dayansa, dövlət və cəmiyyətimizə böyük belə deyim, zərər dəyə bilər. Elə cavab özünü çıxart. Oldu nə? A variantı. Yəni dediyim kimi, sadəcə məntiqi cəhətdən fikirlərsəz ki, bunlardan hansısa biri olmasa necə olar? Təbii ki, yaxşı olmaz. Bu təbii ki, kritik informasiyaların içərisindədir, vacib informasiyaların içərisindədir. Ona görə cavab oldu burada nə? A variantı. Suallarımız bu qədər. Əziz yoldaşlar, sizə hər dəfə faydalı olmağınız üçün zəhmət olmasa kanalımıza abunə olun və şərhlərdə öz belə deyim, fikirlərinizi qeyd edin və like etməyi unutmayın. Hələlik.